Bir daha hər vaxtınız xeyir olsun, əziz dostlar. 15 noyabr 2025-ci il tarixində Vətən müharibəsi dövründə düşmənin terror siyasətinin qurbanı olan, düşmənin mina tələsinə qurban olan şəhid Yasin Əhmədov bugün şəhadətinin 5-ci il dönümüdür. Əziz dostlar, şəhid Yasin Ələsgəroğlu Əhmədov Vətən müharibəsi dövründə şəhidlərimizin, yaralılarımızın gələn bir dövründə öz şəxsi avtomobili ilə vətənimizin dar günündə köməyinə yetişmiş və artıq müharibənin bitdiyi bir dövr ərəfəsində düşmənin terror minasının qurbanı olmuş. Bu günləri şəhidimizin 5-ci il dönümüdür. Şəhadətinin 5-ci il dönümüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Xatırladaq ki, şəhid Əhmədov Yasin Ələsgəroğlu antiterror şəhidi qəhrəman Yusif Ələsgəroğlu Əhmədovun qardaşıdır.